maşınları kifayət də şıxdır. Övladlarım, Mən baxmışam, var. Maserati'dən tutmuş bu qaz hər şeyləri var. Yenə də Lamborghini bu dəqiqə ikisini alıb. Mən deyəməliyim, onlar da zamandır. Heç deyirsiniz ki, məsələn, niyə alırsan? Mən deyirəm də, mən öz günahımı da, özümün qınayıram da ki, bilirsən, mən çox səhvlərim olub. Mən öz səhvimi inkar eləməliyəm. Mənim, məsələn, övladlarım məndən ağıllıdır. Mənim böyük oğlum mənə dedi ki, ata, səndən bir xahişim var. Mənim övladıma pul vermə. Sənin nəvəndir, mənim də balamdır. Sən onlara pul verirsən, bizim günümüzə salarsan. Cebin üstə pul verirsən, gətir bizə diplom verəsən. Qoy getsinlər, oxusunlar. Ondan sonra onlar bizə həm cəmiyyət, həm gələcəyə lazımdır. Mən doğrudan da gördüm ki, nəvəm getdi, gəldi, dedi ki, çox mənə qarşı biraz agresivliyi var idi ki, ay baba, sən bizə pul vermirsən belə. Açdım, işləyəndə gördüm, yaxşı dedim ki, sənin atan mənə xahiş eləmişdi. Ancaq sənin 10.000 manat da maaşın, işdə. Deyir ki, mənə sual ver, deyir, uğurlanan pulun yarısını ver mənə. Nəvəniz deyir. Nəvəmiz deyir, uğurlamırlar hər ay. Tapmışam, qoymuşam ortaya, onların yarısını ver mənə. Mən deyirəm, yox, 10% verir. Bax, görürsünüz, artıq nəvəniz də pulla bağlı daha çox böyük iddiaları var. Belə çıxır ki, orada haradasa bir həqiqətən ciddi bir səhv var. Əgər nəvəniz sizlə pul söhbəti edirsə, bu normal bir şeydir. Yox, insanda, yox, mən sizə bir şey deyim ki, dünyada pula yox deyən bir insan yoxdur və dünyada düz adam yoxdur. Bunları... Ya pul hər şeydir, İsfəndiyar. Yox, 80 var. Məsələn, pul nədir sizin üçün? Bir sən sağlamlığına xəstə olarsan, bir maddiyyətin olar, yoxsa pul hər şeydir. Pul insanın həyatının 80%-ni həll edən bir kağız parçadır, vasitədir, belə. Amma siz pulu çox sevirsiniz. Yox, o qədər sevmirəm. Amma pulu əldə etmək üçün də böyük əziyyətlər çəkirsiniz. Əziyyət çəkmək üçün bir sən nəzərdir. Mən həyatımda ən böyük sevindiyim həyatımda arzuladığım bir şey olmuş ki, mənim bir eşyaya ulağım olsun, düz istəyirəm. Atamın bir dostunun ulağı doğanda onun balasını verdi mənə. Elə benim dünyanın yarısını verirlər mənə. Amma söhbət oradan gedir ki, o vəziyyətdən bu vəziyyətə heç nəsiz, pulsuz, parasız, tanışsız gəlib çıxmaq o qədər asan yol deyil.